Salam əziz izləyicilər. Bugün Bakı Biznes Universitetində ölkənin dörd bir yanından şagirdləri bir araya gətirən Brainiacs Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turu keçirilir. Yarışmada 3-11-ci sinif şagirdləri riyaziyyatı sadəcə bir fən kimi deyil, düşünmə və yaradıcı problem həlli aləti kimi tətbiq edirlər. Onlar suallara fərqli yollarla düşünərək vahid bir cavab tapmağa çalışırlar və öz analiz qabiliyyətlərini ortaya qoyurlar. Olimpiada imtahanı saat 11-də start götürəcək. Şagirdlər 75 dəqiqə ərzində 20 qapalı tipli suala cavab tapmağa çalışacaq və medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, ən yaxşı nəticə göstərərək 90-100 bal toplayan şagirdlər qızıl, 75-89 bal toplayanlar gümüş, 50-74 bal toplayanlar isə bürünc medal əldə edəcəklər. 40-49 bal toplayan şagirdlər isə fəxri fərman sertifikatı qazanacaqlar. Salam Ünal, necəsən? Salam mənim, yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ olun. Olimpiadaya hazırsan? Bəli, olimpiadaya hazırlaşmışam və düşünürəm ki, Brainiacs Olimpiadasında qızıl medal qazanacağam. Bu məqsədimi qazanmaq üçün çox çalışdım və düşünürəm ki, ona nail olacağam. Uğurlar sənə. Salam İnci, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Olimpiadaya hazır hiss edirsən bugün? Bəli. Səncə medal qazana biləcəksən? Uğurlar sənə. Salam Nailə, necəsən? Yaxşıyam, çox sağ olun. Bugünkü olimpiadaya hazırsan? Bəli, hazıram. Bizə hisslərin haqqında danışa bilərsən biraz təəssüratlarından? Brainiacs Olimpiadasına ilk dəfədir gedirəm və nə suallar olduğunu bilmirəm, amma həyəcanlı deyiləm. Bəs bugün medal qazanacağını düşünürsən? Bəli, düşünürəm. Uğurlar sənə. Sağ ol. Bugünkü olimpiadaya hazırsan, bizə təəssüratlarını bölüşə bilərsən? Hə. Bölüş. Yoxdur. Bəs səncə bugün medal qazanacaqsan? Bilmirəm. Çox sağ ol, uğurlar. Sizə də. Salam Cavid, necəsən? Yaxşı. Bugünkü olimpiadaya hazırsan? Hə. Təəssüratlarını bizlə bölüşə bilərsən, fikirlərini? Hə. Mən istəyirəm birinci yer almaq, İbacımdır. Bugün medal qazanacağını düşünürsən? Hə. Uğurlar sənə. Yaxşıyam. Salam Məsumə, necəsən? Yaxşıyam, sağ ol. Siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiadaya hazırsan, bizimlə fikirlərini bölüşə bilərsən? Bəli, hazıram. Ümid edirəm ki, bu olimpiadada medalçı olaraq qayıdaram. Hansı medal qazanacağını düşünürsən bugün? Gümüş və ya qızıl. Uğurlar sənə. Sağ olun. Salam Turqut, necəsən? Yaxşıyam. Bugünkü olimpiadaya hazırsan, bizimlə fikirlərini bölüşə bilərsən? Hazıram. Bizimlə fikirlərini bölüşə bilərsən bəs? Qızıl medal alacağam. Uğurlar sənə. Çox sağ olun. Salam Turan, necəsən? Yaxşı, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiadaya hazır hiss edirsən özünü, bizimlə fikirlərini bölüşə bilərsən? Bəli. Bizimlə fikirlərini bölüşə bilərsən təəssüratlarını olimpiada ilə bağlı? A few moments later. Mən özümə inanıram, medal qazanacağam. Bir neçə olimpiadalara getmişəm. Hansı olimpiadalara getmisən və medal qazanmısan? FISO, Bəs bugün hansı medal qazanacağını düşünürsən? qızıl. Uğurlar sənə. Çox sağ olun. Zalda tam səssizlikdir. Hər kəs öz sual kitabçasına fokuslanıb. Könüllərimiz isə prosesin tamamilə şəffaf keçməsi üçün şagirdləri müşahidə edir və çətinlik yaranarsa onlara kömək etməyə çalışırlar.
Eyüp, necəsən? Yaxşıyam, sizsiniz? Yaxşıyam, çox sağ ol. Necə keçdi olimpiada sənin üçün? Olimpiada çox qəşəng keçdi. Suallar o qədər asan idi ki, hamısını yazdım. Bu gün medal qazanacağını düşünürsən onda. Qızıl ya da gümüş medal qazanacağam. Uğurlar sənə. Так, ты можешь, здравствуй, ты можешь нам рассказать про свои впечатления о Олимпиаде? Не буду врать, некоторые вопросы были сложные, особо 13-й, но так, я довольно умный, поэтому, я думаю, хорошо получил. А как ты думаешь, ты что-нибудь выиграешь на этой Олимпиаде? Я думаю, да, наверное, выиграю. Второе место. Отлично, спасибо большое, удачи. Salam Zərifə, necəsən? Yaxşıyam, çox sağ olun. Olimpiada necə keçdi sənin üçün? Əla. Səncə bu gün medal qazana biləcəksən? Məncə, hə. Təəssüratlarını bizlə bölüşə bilərsən? Çətin idi, asan idi? Asan idi əslində. Amma məncə medal qazana bilərəm. Uğurlar sənə. Salam Hümbət, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Olimpiada necə keçdi sənin üçün? Fikirlərini bölüşə bilərsən bizlə? Yaxşı idi, hamısını yazdım. Medal qazanacağını düşünürsən bu gün? Bəli, Uğurlar sənə. sağ olun. Salam Toğrul, necəsən? Siz necəsiniz? Yaxşıyam, çox sağ ol. İmtahan necə keçdi? Təəssüratlarını bölüşə bilərsən bizimlə? Yaxşı keçdi. Səncə asan idi? Orta. Bəs bu gün medal qazana biləcəksən? Bilmirəm ki. Uğurlar sənə. Brainiacs Olimpiadasının seçim turu başa çatdı. Şagirdlər artıq cavab kartlarını təhvil verir. Nəticələr yaxın günlərdə Qlobal Olimpiad Center'ın rəsmi saytında paylaşılacaq və ən yaxşı nəticə göstərən şagirdlər Malayziyada keçiriləcək beynəlxalq final mərhələsində ölkəmizi təmsil etmə şansı qazanacaqlar. Final mərhələsində fərqlənən iştirakçılar isə Asiyanın ən nüfuzlu universitetlərindən biri olan Xiamen Universitetində təqaüdlə təhsil qazanma imkanı əldə edəcəklər. Bəli, bəzən bir doğru cavab gələcəyin qapısını aça bilər. Növbəti olimpiadalarda görüşənədək özünüzə yaxşı baxın.